Salam əziz dostlar. Xoş gördük. Mən bir neçə nəfər dostlardan dəvət edeyim, gəlsinlər. Sonra bərabər biz bu məsələni danışarıq. Kaş bu Əfqanistanlı dostlarımızı da dəvət edə biləydik. Türk dostlarımızı gəliydilər və amma təəssüflə adlarını bilmirəm, yadlarımda deyil, onları çağırmaq olar. Salam əziz dostlar. Azərbaycan Milli Fəallar üçün Jurnalist dərsinin 22 başlayıram və ikinci bölümünü başlayıram. Xəbər yazaq. Bu bölümdə 3 xəbər seçmişəm. Umarım ki, eləyə biləm tezlikcan bu xəbərlərin heç olmasa ikisini danışım. Sonra gedək, görək üçüncüsünü də deyə bilirəm ya yox. Birincisini dostlarımızdan və kilasımıza hərdən gəlir, hərdən gəlmir, amma o dostlarımızdan biri yazmış. Dostlar linkini mənə göndərmiş. Mən onu istəyirəm ki, sizlə danışaq. Mən icazənizlə bunun linkini sizə göndəreyim. Burada bəlkə adında deyək bunun yazanın, ya deməyək, görək, tapaq görək adını nə yazıbdır. Bəli, tamam. Rəna xanım Faxiri Ağdam bu xəbəri yazıbdır. Xəbər Günas TV-də çap olubdur, türkcədir, ərəb əlifbasındadır. Bu cəhətdən mühümdür. Bilirsiniz, latin əlifbasında türkcə xəbər çoxdur. Amma mən istəyirəm ki, ərəb əlifbasında danışaq. Xəbərin titri
Dədə Xəstə Qasım haqqında toplanış getirildi. Mənim nəzərimə titr xunsadır. Bəlkə ədəbiyyatçılara, bəlkə qədim nəsli aşıq məsələsi ilə biraz tanışlar, Xəstə Qasım bir məna verər. Amma çox sadə bir şeydir. Bir dənə toplanış olubdu, yəni toplantı olubdu. Bir də insanlar toplanıblar, Dədə Xəstə Qasım haqqında danışıblar. Əvvələn bilmirəm adı dədədir ya elə Xəstə Qasımdır. Mən bildiyim Xəstə Qasım idi. Dədə sonra həttəmən tazalıqda bu verilibdi, bu ləqəb. Çünki dədə çox məhdud lüğət şeydir, adamların üstündə var. Dədə Qurquddur, Dədə Katibdir. Mən daha ayrı adam eşitməmişəm. Bəlkə indi birinci dəfə Dədə Xəstə Qasım eşitəcəm. Yazmaq olar, heç iradı yoxdur. Biz eləyə bilirik insanlarımıza böyük ləqəblər verək. Bu bizim haqqımızdır, musiqimizin haqqıdır, kültürümüzün, dilimizin haqqıdır. Buna iradım yoxdur. Amma titr özü, əgər Dədə Xəstə Qasımla başlayıbdır, çox ciddi bir şey deyil. İnsanları gərək məcbur eləyə oxuya. Bəlkə bu toplanışın içindən bir cümlə tapaydıq. O cümləni qoyaydıq titrə. Məsələn, deyirik ki, məsələn, Xəstə Qasım, məsələn deyirəm, Azərbaycanın Aşıqlar Oyanış Hərəkatında filan rol olubdur. Oxumamışam xəbəri, onun üçün bilmirəm içində nə var. Amma qətlən bir dənə cümlə tapa bilərdik ki, içində həyəcan olsun. Çünki bunun içində heç zət yoxdur. Nə həyəcan var, nə hərəkət var, nə təzaddır var. Sadə bir şeydir, çox sadə. Elə bir şey seminardır, məsələn, falan seminar təşkil şud. Nə olsun, yəni bu seminarı mən nə ərzişi var ki, buna görə oxuyam. Biz o zaman ki, gəlirik bir dənə seminarı ya toplantını ya falan yazaq, gərək onun içindən bir şey seçək ki, insanları o xəbəri oxutdursun. Və bir şey yazaq o xəbərdən, yoxsa yazmayaq. İndi birinci təcrübəsidir. Mən özüm keçən həftə qol vermişəm yazım, hələ başlamamışam yazmağa. Pəs Rəna xanım çox böyük iş görübdür. Əlini öpürəm. Sağ olsun. Böyük iş görübdür. Şey baxımından, anlam, məfhum baxımından iradı yoxdur titrin. Hətta yazı baxımından da məsələn, mən Qasım, hərfin həmzəli yazmaq istərəm. Dostların çoxu, məsələn, toplanış keçirildi. Görürsünüz, ri, i var orada. Burada haqqı. Məsələn, bunlarda mənim baxışım budur ki, həmzəli yazaq. Yəni, məsələn, hangi kəlməni deyim? Qaim, haiz, həmzəli i var ha. Farsıda da gəlir, ərəbcədirlər əlbəttə. Onlarda o həmzəli ilə yazsaq mənim nəzərimə Qasım, haqqında, toplanış. Amma yazdığımız Qasım, haqqı, haqqı, Qasim, əlbəttə, Qasim, haqqı. Bir də məsələn burada haqqıda təşdid ya gərək qoyaq, ya da 2 dənə yazaq. Bizim türkcəmizdə yaxşıdır 2 dənə yazaq. Çünki istəyirik o cür ki yazılır, o cür də oxuyaq. Onun üçün mənim nəzərimə təşdidi qoymayaq insanların öz zehninə. Deyək ki, haqqında eləyək. Bir də toplanış keçirildi. Bu, dedim, mənim bir şeydir, mənim nəzərimdə çox dostlar beləsi yazmırlar. Onun üçün ona irad tutmuram. Amma mən öz nəzərim deyim. Yəni. Lidimizdə Günaz TV. Mən bir dəfə dostlara demişdim Günaz TV-nin pointu və əlifba formatı çox yorucudur.
Dostlar da zahirən danışıblar və yaxşı nəticə alıblar, amma yenə də həman pointuna gedir. Mən nəzərimə gəlir ki, dostlar heç olmasa hər kəsin özü bunu islah eləsə daha yaxşı olar. Point yorucudur, oxumağı çətindir. Mənim əl yazma bənzər. Əl yazım mənim çox pisdir, ona görə. Günaz TV 2 nöqtə ara veribdi, cüməni açıbdı, düz açıbdı. Harada bağlayacaq görək ki, oxuyaq. Haq aşığı, Dədə Xəstə Qasım. Burada nöqtə, virgülün yerinə nöqtə virgül qoysaq yaxşı olardı. Haq aşığı, Dədə Xəstə Qasım. Virgül şeyi bağlayıbdı, bəlli olsun kimdir. Haqqında Tehran şəhərində, gözəl virgülləri qəşəng qoyubdu, toplanış ya hilal arasında. Dostlar dedilər ki, Azərbaycanda hilala ya parantezə mütərizə deyirlər. Yadıma gəlir, biz də uşaqcan mədrəsədə dərs oxuyanda mütərizə deyirdilər. Amma sonra parantezə çevrildi zaman içində. Hilal ya mütərizənin arasında həmayiş, həman yeni konferans keçirildi. Cümlə cıqqılıdır. Birdən o aşıqdan sonra nöqtə virgülə əgər çıxsaq, qalan şeylər doğrudur. Və ən gözəli budur. Titr nə ilə başlamışdı? Dədə Xəstə Qasım haqqında. Eyni, baxın bir, haqq qaşığı Dədə Xəstə Qasım. Onunla başlayıbdı. Yəni, titr nə ilə başlayıbdı? Birinci paragraf onunla başlayıbdı. Lidi. Və bu çox gözəldir. Yəni, çox gözəl xəbərdir buradan, xəbər baxımından. Aşıqlar Birliyi, yenə də onu salıbdı dırnaq arasına. Aşıqlar Birliyi, yəni bu bir addır. Birlikdə sazların Türk tarixinə kökləyib və gələcək nəslimizin qulağına səslədilər. Çaş səsləmək yerinə fısıldadılar, qəşəng gələrdi. Gözəldir. Bəli, vaqən sevdim. Yəni beləsi deyim, Rəna. Buracan %100 aldın. O nöqtə virgülü də çıxaran %100 verdim sənə. Buracan. Çox gözəl. Günaz TV-nin məlumatına görə dedim, kaş eləyə bilək ki, mən də başarmıram bunu. Bir dəfə də Elçin mənə deyibdi, amma yadımdan çıxıbdı. Yəni başarmıram niyə? Günaz TV bir kəlmədir. Biz bunları yapışdıra bilmərik bir-birinə. Amma bunları bilmirəm, mən elədim, olmadı. Biləm, kontrol ya shift tuturlar, space'i vururlar. O ara azalır. Günazla TV-nin arasında olan azalar, onlar azalırlar, bir kəlmə olurlar. Bunu lütfən mənə də öyrədin, amma özünüz də bunu məncə müraat edin. Günaz TV bir kəlmədir. İndi 3 kəlmə kimi görsənir. Bir sözdür. Burada 3 söz görsənir. Günaz TV-nin, hətta o nin də gərək buna yaxın ola. Çox yaxın. Məlumatına görə, indi nada yenə də fasiləli görürsünüz. Bu irad deyil, başarmadığımız bir şeydir. Mən də başarmıram. Və bunu üçün yazıram. Amma bu iradı götürə bilirik. Görə, virgül, yenə də Aşıqlar Birliyi üstə vurmuşdu, ehtiyacı yoxdur aşağıda vura. Amma vurubdu, okey, gözəl, gözəl. Yəni, iradı yoxdur. İzafi işdir o dırnaq arası ki qoyur, güymələr. O izafədir, izafi işdir. Yəni, məsələn, o işi görməsə 2 dənə hərəkət azalır. Amma okey, yəni, çox gözəldir qoyasınız, addır da ona görə. Və həmçinin liddən sonra birinci paragrafdır. Onun üçün qoymaqları gözəldir. Aşıqlar Birliyi İsfənd ayının 6-sında, İsfəndin iyi düzdür, ayının sında, 6-sında virgül. Yəni o yılların üstündə təkid edirəm ki, bilaq mənim baxışımda dostların bir çoxu bunları yığla yazırlar, düz yazmışsınız. Amma mənim nəzərimdə səs fərqli olduğu üçün o səsi biz ayrı şeylə tanıtdıraq. İ ilə I artdıra bilirik. Həmzəni qoyaq I-nin yerinə, İ-nin yerinə də I qoyaq. Onda bunu artdırırıq. Gözünə bir zaman əvvəllərdə pis gəlir, görünür. Amma göz adət edəndən sonra qəşəng olacaq. Çünki hər şey gözün adətinə əsasındadır. Tehranda
virgül, İşraq Mədəniyyət Ocağında adını qoyubdur, sağ ol. Mən sizin geri söyləyim, o İşraq Mədəniyyət Ocağını salardım ciyumə adın içinə, yəni ad. Fərhəng Səranı qoyardım parantezin arasına. Haqq qaşığı Dədə Xəstə Qasım haqqında toplanış ya həmayiş keçirildi. Təqribən təkrar olubdu. Çünki indi gərək üstəcidə idi, neydi? Titrdə demişdi ki, toplanış keçirildi. İndi gərək idi toplanış üstünə. Çünki tarixi və zamanı axirin paragrafa saxlayın həmişə. Həmişə tarixi illa ki mühüm olar. İlla ki çox mühümdür. Məsələn, bunun o gün ayın altısında olması çox mühüm deyil. Toplanışı mühümdür. Necə ki yazmışsınız. Və o toplanışın Xəstə Qasımın olmağı haqqında olması mühümdür. Onun üçün həmişə tarixi son paragrafa saxlayın ki, qurtarırsınız xəbərinizi. Məsələn, konferans yazışıda ya bu toplantı İsfənd ayının 6-sında Tehranda İşraqda getirildi. Bu paragraf mühüm deyil. Deyək, hardadır filandır. Bu qalsın xəbərin axirlərində. İndi ikinci mərhələ ki dedik, Xəstə Qasımın bu cür oldu, aşıqlar hamısı birlikdə sazların köhlədilər, fısıldadılar ya səslədilər. İndi bundan sonra orada nə getir onları deyək. Yox, məncə bu ikinci paragraf, liddən sonraki birinci paragraf ən son paragraf ola bilər. Bu program kəlməsi xarici sözdür. İngiliscə ya latincədə hər halda, mən bilmirəm kökü hardan gəlir, hangi dildən gəlir, amma ərəbcə deyil, farsça deyil, türkcə deyil. Amma bunun yerinə bizim özümüzün dilimizdə bundan rahat bir şey var. Bərnamə, millət adət eləyiblər buna. Farsça da olsa millət buna adət eləyiblər. Proqramdan daha yaxşıdır. Biz bəlkə farslarla ləcacətdə gətirək proqram kəlməsini istəyək, yaxud bərnaməni işləsək farslar şey olar. Amma vaqiyyət bu ki, proqram kəlməsi millətimizə natanışdır və həm də xaricidir. Heç olmasa biz sabah istiqlal alsaq, qonşu millətin dilindən bizdə var. Bir də var ki, 10 dana məmləkət hoyuzluqdan bir dil var. Əlbəttə, Azərbaycan, Şimali Azərbaycanda da işlənilir. Kamil bilmirəm nə qədər işlənir, amma işlənilir. Türkiyədə də işlənilir. Yəni, oradan da qonşumuz var. Yəni, oradan da bir yaxınlıq var. Onları işlədirlər. Bu proqramı keçirilən İşraq Mədəniyyət Ocağı İran Aşıqlar Birliyi və Azərbaycan Ədəbiyyat və Tarixinin haqqında çalışan Ustad Aşıq Səlcuq Şəhbazidirlər. Burada bir qrameri iştibah nəzərimə gəlir. Cümlə çox düz gəlmir. Bu proqramı keçirilən olmaz. Yəni bu proqramı sürən, aparan. Proqramın aparıcısı Aşıq Şəhbazidir. Tamam. Onda indi bir də bu paragrafa diqqət buyursaq, dırnaq araları çox olubdur. Çox olduğu üçün cümlə şeydir. Çünki üstə bunların hamısını salmışıq, bir adlar bəlli olub addır. Daha burada tikir eləmirik bundan bu üzə. İkinci paragrafdan. Çox gözəldir. Bunları mən dövcəşirəm, təşəkkür edirəm. Amma baxın, bu proqramı Cənab-ı Ustad Aşıq Səlcuq Şəhbazi apardı. Ya bu proqramın aparıcısı Şəhnazi Dilər, bu proqramı aparan gərək yazaq. Yəni fail gətirək. Ondan sonra. Bu proqramın keçirilən yeri İşraq Mədəniyyət Ocağı, İran Aşıqlar Birliyi və Azərbaycan Ədəbiyyat və Tarix. Yəni bunlar aparıblar. Onda da gərək feilimiz axirdə cəm gələ. İndi, pəs bu proqramı ya bu bərnaməni aparanlar İşraq Mədəniyyət Ocağı, İran Aşıqlar Birliyi, Azərbaycan Ədəbiyyat və Azərbaycan Ədəbiyyat və Tarixi haqqda çalışan Ustad Aşıq Səlcuq Şəhbazidirlər. Elə bu, mənim nəzərimcə bu qismət izafədir. Sonra Şəhbazinin özün mərif eləyəndə bu qisməti desək yoxsa. Çünki İran Aşıqlar Birliyinin başçısıdır bu.
Onun üçün umaram ki özün də burada olasan, görüm, bilmirəm varsan ya yoxsan, amma özün burada olsan mən fikir edirəm ki daha çox faydalı olacaqdı. Mən də bunları öyrəşirəm təbii ki. Çünki mən bunları nəqd elədikcə türkçə öyrəşirəm. Orada bir keçirilən yerlərə elə bir işarə edirik, amma həm fərd vardı, həm hüquqi fərd vardı, həm də ki yer vardı. Yəni iştirak mədəniyyət odağı həm ola bilər yeri ələ ad olsun, həm də ola bilər bir hüquqi şəxsiyyət adı nəzərə alınsın. Ki burada hüquqi şəxsiyyət tutulmalıdır, yer yox. Onun üçün o keçirilən mənim nəzərimə ya proqram cümləsi quruluşu əvvəlinin axırı bir deyil, bir də cəm gəlməlidir, cəm deyil. Dədə Xəstə Qasım yenə də cümə arasındadır. Məncə ehtiyac yoxdur. Və o in ki yazılıbdır, Dədə Xəstə Qasımın yazılmalıdır. Məncə yapışdırın bunu. İni də yenə də təkrar eləməyim daha onları. Bir də Dədə Xəstə Qasımın bir də adı, sözü, sazı və nəğməsi yayıldı. İndi bunu paragraf elə bir şey birdən başlayır, bilmir yuxarıdan başlayır. Gərək burada bir əvvəldə bir şey gətirək. Məsələn, bu konferansda, bu toplantıda Dədə Xəstə Qasımın bu konferansda virgül bir də Dədə Xəstə Qasımın adı, sözü yox, sözü, adı, sözü, sazı və nəğməsi yayıldı. İndi mən burada bunu sormalıyam xəbərnigarımızdan ki, bu zəbt olmuşdu, o adamın səsi sazıldı, yoxsa ayrıları bunu səsləndirdilər. Diqqət buyurursunuz, bu bir zərif bir şeydir ki, xəbərimizdə bunu diqqətli olmalıyıq. Xəstə Qasım 1684-cü il 1760-cı il arası Azərbaycanlı Əfşar türklərinin imperatorluq dönemində yaşayan arif, filsuf, ozan, alim və şairdir. Gözəl. Azərbaycanlı Əfşar türkləri. Mənim nəzərimdə burada virgül Azərbaycanlıdan qoyulmasa da olar. Çünki Azərbaycanlı muzaf olar Əfşarın üstünə. Məsələn, mən olsam deyirəm, Xəstə Qasım, qırmızı yazmışsınız gözəl. Xəstə Qasım, tarixi də gözəl vurmuşsınuz. Farslar bunu bəzən iştibah vururlar. Yəni, əvvəl böyük ədəd gəlir, yəni riyazi kimi yazırlar. Sağ olun, siz bu riyazi qaidəsini ədəbiyyatda müraat eləmədiniz, çox gözəl. Yəni, əvvəl kiçik doğum ilin vurmuşsuz, sonra ölüm ilin. Farslar normalda bunu əksinə yazırlar. Yəni, əvvəl yazırlar 1684-cü ilin yerinə, yəni onun yerinə ki, əlan yazmışsınız, xət qoymuşsuz, sonra ölüm ilin yazmışsınız, bu əksinə düşür. Yəni, elə bil, əvvəl adam doğulubdur 1760-da, sonra ölübdür 1644-də. Belə oxunur. Ya da ki, gərək gedəsən, əvvəl o başdan oxuyasən, yəni gedirlər riyazi kimi, əvvəl biri yazarlar, sonra ikini, o formda yazırlar. Yazırlar 1684, xətti tirə 1740, sonra hoppulurlar bu başa. Sağ olun, siz bunu gözəl yazmışsınız. Yəni, mən dostların hamısına pişnihad edərəm. Təklifim budur ki, dəqiqən bu forməti ki, Rəna xanım yazıbdı, yadınızda olsun, biz tarixi, təvəllüdü, hər şeyi bu formatda yazmalıyıq. Ayrı bir formatda yazsaq qələtdir. Azərbaycanda Əfşar türklərinin imperatorluğu dövründə, bəlkə Əfşar türkləri imperatorluq şeyin qoyasan cümə altına daha gözəl olar. Amma orada virgül istəmirdi Azərbaycanlıdan sonra. Azərbaycanlı Əfşar türklərinin imperatorluq dönemində yaşayan, yenə də yaşayandan sonra eləyə bilərsiniz, bunu qoyasınız, eləyə bilərsiniz, qoymayasınız. O şeyi arif, filsuf, ozan, alim və şair. Yəni, gözəl cümlələr qurumsan. İnsafən, insafən. Əllərin ağrımasın. Yəni, bu sizin fikirən birinci türkü yazınızdır ki, nəşr olur. Mən gördüğüm, bəlkə ayrı yerdə yazmışsınız, nəşr olub, mən görməmişəm. Amma bu mən gördüğümdür. Əlləriz ağrımasın, öpbəli də əlləriz. Tikmədaş şəhərində anadan olub və həmən yerdə
yerdə də dünyasını değişdiribdir. Özü değişdirməyib üçün feili mütəəddi gətirsək qələtdir. Yəni biz heç vaxt özümüzü öldürmürük. Bir ayrı qüvvə vasitəsilə ölürük. Onun üçün biz məf'ul oluruq. Vaqiiyyətə baxsaq, cümlədə məf'ul yerimiz olur. Fiil gətirməməliyik. Tikmədaş şəhərində indi gərək burada onun yenə adını gətirək. Çünki cümlə qutardı. Ya ad gətirək, ya işarə eləyək. O şair, ya arif, hangisini yazsaq? Filsuf, ya hətta məsələn istəyək təkid eləyək ki, Əfşar türkləri imperatorluq dönəmində yaşayan şair. Dəqiqən buna tay bir şey gətirə bilirik orada. Əski dönəmdə yaşayan filsufumuz Tikmədaş şəhərində, Tikmədaş gedəcək ciyum arasına, Tikmədaş şəhərində anadan doğulub ya olub və həmin olmaz. Və həmən şəhər yerdə də dünyasını değişib. Ya dünyası değişdirilib. Yəni məhsul gətiririk. Dünyasını değişib, dir gətirmərik, değişib. Bu böyük şairin gözəl, bu ilə başlayıbdır. Bu böyük şairin məqbərəsi, məzarı, türbəsi bunlarda işlənir. Tikmədaş gözəl, burada gətiribdir. Kaş üstə gətirəydi. Çünki aşağıda üstdən zehniyyətimiz var. Aşağıda qoymağa ehtiyac yox. Çünki üstdən bildik çox bir addır. Amma məqbərəsi Tikmədaş şəhərindədir. Gözəl. Tikmədaş Doğu Azərbaycan bölgesinin şəhərlərindən biridir. Bu şəhərin Bostanabad şəhəri ilə 16, Təbriz ilə 61, Miyana ilə 91 kilometrə aralığı vardır. Cümlələr cıqqılı çox gözəl. Yəni harika, harika. Sizə bu xəbərdə mən 85 kollunda verdim. 85 xəbər, 4 dənə, 5 dənə də əks qoymusunuz, xanımların da əksini qoymusunuz, sağ olun. Bu çox mühümdür. Hətta mən xəbər görmədim, amma o xanımlar ki, oxuyurlar. Çəngiz ustadımızın qurğularından biri xanımlardır və 2 dənə videolar çıxdı, gözəldir. Yəni bunların üstündə işləyin xanımlar güclənsinlər. Güney Azərbaycan. Mən hətta Rə'nadan istərəm ki, Rə'na Güney Azərbaycan xanımlar xəbərini işləsin. Ya iqtisad və xanımlar sizin olsun. Yəni bunları işləyin. Siz xanımlara görə nə qədər xəbər yazasınız Güney Azərbaycanda yeri boşdur. Və Güney Azərbaycanda xanımların hərəkatı xəbərdə bəlli elətdir. Yəni Azərbaycan feminizmi üstündə işləyin xəbərlərdə görsənin. Çox gözəl, çox gözəl. Xəbər gözəl idi. Əlləriniz ağrımasın. İndi bir dənə ayrı xəbər Araz News'dan gətirim sizin xidmətinizə və yox, qıcırım harada türküdür. Türk xəbər seçməmişəm, mütəəssifanə. Mən istirdim bir dənə ayrı xəbər də gətirəm türkcə və Rəna xanımın xəbərin onunla eləyək, bağdaşdıraq. Görək ki, hangisi nədir? Yəni, uşaqlar görsünlər fərqləri, yazmaq fərqləri. Ərz edeyim xidmətinizə ki, dostlardan xahiş edirəm türkçə xəbər yazın. Yəni, Şatiri də buradadır görürəm, daha kimləri görürəm varlardan. Elman Müstəfazadə bilmirəm türkçədir ya yoxdur, amma o da vardı. Elvin Məmmədli vardı. Axşamın xeyir olsun, təşəkkür edirəm. Ondan sonra Cənab Zərrabi vardı. Mən Cənab Zərrabini istərəm, hətmən bu dərslərdə olsun. Cənab Zərrabi üçün yazırı bunlarda olsa qətiən gözəl, daha gözəl yazacaqdır. Varsınız, Rəna xanım var. Ayrı dostlardan da görürəm mən burada. Amma yəni
Yenə təbrik edirəm Rəna. Vaqəən təbrik edirəm. Sağ ol. İndi fikirəm bu üçüncü xəbəri qoydum ha. Dostlar görün mən bu ikinci xəbəri qoydum. Linkin. برگزاری نشست از قره‌باغ تا ارومیه 2 نقطه وطنی که چشم طمع دوخته شده است. Araz News-dandır. Əgər bunu qoymuşam lütfən dostlar bir dana biri heç olmasa bir dana bəli qoymuşam, gördüm. Hidayətli uşaqlar, qadınlar və iqtisaddan yaxşı yaza bilirəm. Amma hərdən rastıma gəlmir. Mən sizə göndərirəm. Mən bir dünya xəbər gəlir xanımlara görə. Göndərirəm. Və hətta köməklik elərəm ki, sağ olun. Hətta köməklik elərəm ki, məsələn, siz əlbəttə məndən rahat tapa bilərsiniz. Məsələn, o xanımlar ki, məsələn, deyirəm, birənlər özlərini körpüdən atmışlar, onların ailələrindən ya özlərindən tapmaq olar. Onların qətiən Facebookları var, qətiən səfərləri vardı, onlardan tapmaq və o xəbəri gözəl işləmək olar. Və onun içində xanımların həqqlərindən danışmaq olar. Bu qızların bir həqqləri vardı. O haqq əlləri, baxın bir adamı əri ya nişanlısı vurmaqla özünü öldürməz. Yəni xuşunət fiziki ilə də özünü öldürməz. Qətiən burada bir haqq məsələsi var. Ki bu adamlar çıxışdıra bilmirlər. Niyə mənə belə olubdu? Onun üçün mən fikir edirəm ki, siz xanım xəbərlərini daha çox işləyin. Uşaq xəbərlərində o ki buyurdunuz, çox işləyin lütfən. Araz News-un bugünkü xəbərinə gedək. به همت مرکز مطالعاتی تبریز در آنکارا 2 nöqtə. Buracan düzdür. Amma himmət sözü olmasa nə olar? Məsələn, himmətsizdirlər. Təbii ki, bəllidir. Bir də o konferansın da arxasında aylarca bərnamə-rizi var. Himmət kəlməsi onu getirməz. Amma təbliğat ola bilər. Yəni, güya ki, ayrı adamların himməti yoxdur. Gözəl. Buradan bir iradə yoxdur. O himmət kəlməsini yazada bildik, yaza bilməm. Amma fars ədəbiyyatında və türk ədəbiyyatında hərflə başlanmaz cümlə. Bunu yadımızda qoyaq. Əgər o yerdə ki, bir əz, be, dər, cümləni dəyişdir. Formatını dəyişdir. Cümlə hərflə başlamayaq. Zəifdir. Bu cümlə zəif cümlədir. Bilməyəcək bizi hara aparacaqdır. Onun üçün cümlənin quruluşunu dəyişdirsək, feil failin yerini dəyişdirsək, fikrimizi bir zərrəcə mövzuya dəyişdirsək, cümlə dəyişəcəkdir. Başlanır. Məsələn, Mərkəzi Mütaliatı Ankara elə yazsaydıqda olardı. B gətirməsəydik olardı. برگزاری نشست از قره‌باغ تا ارومیه. Əgər bunun adıdır, gərək salayırıq bura. Az Qarabağ ta Urmiye. Gərək bunu salayırıq bunun içinə. Əgər adı bu deyil, adı türkcədir, adın gərək yazaq salaq bura. Deyir titridir, mən titridə yazanmaram. Titridə konferansın öz adını gətir. Ya da gətirmədim. 2 dana gətirmə, amma bir danalısı var. Yəni əvəzin ki 2 danalı dırnaq ola, bir danalı dırnaq var. O bir danalı dırnağını gətirsən, yəni bu 2 nəqli qol, bu ad onun adı deyil. Amma mən istəyirəm müraat edəyəm nədir? Yəni dostlar diqqət eləsələr, keyboardun üstündə hardadır bu? Deyim. Amma mən indi nə deyim? Bunun üstündə fəqət şey var. Elə həman 2 danalının təhvirsaz, yəni fikirəm 2 danalını gərək shifti tutub vurasız. Əgər shiftlisiz vursaz bir dana salacaq. Pəs برگزاری نشست از قره‌باغ تا ارومیه mənim nəzərimcə addır, amma tərcümə olubdu. Mənim nəzərimcə tərcümə olmasaydı vətəni ki çeşm طمع دوخته شده است. Ehtimalən vətəni ki çeşm طمع دوخته شده است adıdır seminarın, mövzusudur. Ehtimalən bilmirəm ha. Baxın, indi burada bir əks qoyublar. Görək burada nə yazıbdır? Hocalı qətliamı unutmadıq. Ehtimalən Xocalı qətliamın ya qətliamın
unutmadıq. Türkcə, İstanbul Türkcəsi, amma mən bilmirəm, İstanbul Türkcəsində belə yazmaq olar. Çünki məf'ulu yazmayıbdı. Qətl bağışlayın, mən işimi oxumuşam. Yox, düzdür, qətl-amıdır da. Bəli, qətl-amı. Biz qətl-am deyirik, bunlar qətl-am deyirlər, qı yerinə kı işlədirlər. Qətl-amı unutmadıq. Əgər bu konferansın adı olsa, o da deyil. İndi gedək şurada xəbərdə nədir, sonra bu titrin üstündə danışarıq. Titr biraz uzundur. İki qismətdən baxmayaraq yenə uzundur. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 kəlmədən ibarətdir. Çıqqılı yazmaq olar. Məsələn, bunun feili 3 kəlmədir. 4-5 kəlmədir. Çəşm təmə duxde şude, özü duxde şude, özü bir feilidir. Çəşm duxde şude deyil. Çəşm təmə bir şeydir. Feil Farsidə mütəəssifanə bu irad var da, bəzən görürsünüz, feili 5 kəlməyi də var. Biz bunun yerinə kiçik kəlmədə işlətmək olar. Yəni 5 dənə çıxsaq özələ bir dünya orada şey var. Orada da bir dənə K var. Titrdə oradan cümləni K-yə gətirmiyor. Çünki dedim K cümləni uzaldar, formatında işsaq K həsb olar. İndi mətni xəbər çox sıqqılı oxuyaq, görək ki, nə var? Bərguzariyə nişəstdir, cüməni tərsə qoyubdur, amma cümə qoyubdur nəhayətdə. Bəli, bu umarım ki bir gün eşidələr dərsi, cüməni dəyişdirələr. Yəni dırnağı. Az Qarabağ ta Urumiye nöqtə virgül vətəni ki çeşmi təməə duxde şude است cümə bağlı در Ankara. Nişəstdir. Da indi bu şeydir da, elə bir fikirəm istəyib tetri vura burada, ya neyniyə beləsə eləyibdir? Titri təkrar eləyir, yoxsa birinci xəbərdir? Yox, liddir fikirəm, liddir. İndi burada lid hətmən gərək feili olsun cümlə. Cümlə feilinin qutarmalıdır. Neşəstdir. Ya konferansı, ya seminarı, tüm farscadır. از Qarabağ ta Urmiye vətəni ki çeşmi təməə duxde şude است adı عنوانıdır. در Ankara برگزار شد. Bərguzar gəldi axirə qutardı. Amma bu cürsə ki yazılıbdır, bu qələtdir, cümlə naqisdir. Əslən bəlli olmadı, nə olsun? در Ankara nə mənə? Bərguzariyə nişəst falan در Ankara. Məna verir ha, amma ədəbi cəhətdən düz deyil. Behimməti yenə həman iştibahı eləyibdir ki, üstdəki titrin gətirib əşayi behimməti. Yəni əslində görək nə cür eləyib. Behimməti Mərkəz Mutalaatı Təbriz. Mərkəz Mutalaatı Təbriz üçün bir addır. Onu cümənin arasında saxlamaq olar. Gərək saxlayaq yəni. Birinci dəfə onu salaq. Behimməti Mərkəz Mutalaatı Təbriz və bemuna və gərək gələn və bemunasibət 26.000 şəhri 26.000 سالگرد قتل عام خوجالی gedəcək cümənin arasına. Neşəsti virgül var burada, gərək qoyuluydu, qoyulmuydu. Xocalı neşəsti با عنوان از Qarabağ ta Urmiye vətəni ki çeşmi təməə duxde şude است cümə bağlı در Ankara برگزار می شود. Görürsünüz 3 dəfə, yəni diqqət buyursanız buradan 1, 2, 3 paragrafda həman məhfum təkrar olubdur. Yəni heç bir şey, taza bir şey oxumadıq. Fəqət o 26-cı il var. Ondan sonra təkrardır fəqət. Təkrar olar. Heç vaxt bir cümləni 2 dəfə təkrar eləməyək. Mən özüm bəzən görürəm ki, bir xəbəri qoyuram, məsələn, ya bir mətləb yazıram, qoyuram webloguma. Titri üçün ayrı yerdə yazıram, qoyuram webloguma. Weblogda yazanda bəzi şeylər tərsə düşür. Məcburam ki, bunu bir ayrı yerdə yazam, oradan kopyalıyam bura. Kopyalıyam, qoyuram, sonra görürəm ki, mən titri qoymuşam, titri bir dəfə də kopyalədığım yerdədir. Yəni, gəlir mətndə var. Yəni, 2 dəfə təkrar olubdur. Əgər görsəm və diqqət eləsəm şeylərə, silərəm. Çünki bu təkrar, məzərət istəyəm bunu deməkdən, elə bir ki, xanəndəni biz axmaq fərz edirik. Düşüncəsin. Və yoruruq. Təkrardan yorurlar, xəbərimizi oxumaz. Biz xanəndəmizi yorma. Biz yazmırıq ki, baxın, diqqət buyurun. Bəzi insanlar bu yanlış fəlsəfiyə mübtəladılar. Biz yazırıq ki, adamları fikrə salaq.
Biz yazmırıq adamlara fikri salaq. Biz yazırıq adamlara fikri verək. Tüm fikri veririk adama, cümləmizi düz yazacağıq. Biz normalda insan fikri oyunlara girməz. Yəni ədəbiyyatda, yazıda oxumaz yəni. Siz Farsça deyirlər Tistan, Türkçə deyirlər tapbaca. Xəbəri tapbacıya çevirsəz, oxumaz adam. Dünən bir Əfqanlı bir dostumuz məndən soruşmuş, filan şey nə mənədir? Bir uzun cümlə yazmışdı 35 kəlmədən. Bu bəlkə də 40 kəlmə. Yazmış ki, axırda demiş ki, bunu tap mənə. Yazdım ki, bekarsan. Əvəzin ki, fikrini bunun üstünə qoyarsan ki, bu nədir, bunu tapasan, nə olsun? Tapdıq nə olacaq? Məsələn, bu nədir? Sistan ya tapbacanın nəticəsini tapmaq bizə heç zət deyil. Əlbəttə, oyun oynasaq, vaxtimiz izafədir, otururuq, oyun oynayaq. Vaxtimizi, əvəzin ki, qoyaq, məsələn, bir dana propaganda, fars filminə baxaq, qoyaq Sistan həll eləyək, qoyaq öz aramızda dostlarla 4-5 nəfər oturaq, tapbaca deyək. Siyasi, ictimai, iqtisadi tapbaca özümüz düzəldək deyək. Nəinki, məsələn, elə indi mən 52 yaşım vardı, 52 ildə eşidirəm ki, o nədir? Yük üstə fətir, yağlı fətir, pişikdir. Nə bunun yağı vardı, nə də fətir. Esfənd gözəl yazıbdı. Çünki sonra gətiribdi, bunun latincəsində yazıbdı. Gözəl yazıbdı. Amma parantezi ya hilalı fasiləsiz qoyacaqsa, arası olmayacaq da hilalına o kəlmənin. Cümərtəsi martın 3-ü. Bilmirəm, türküdə belə yazılır. Cümərtəsi 3 mart. Orasını bilmirəm. İstanbulda, Türkiyədə nə cür yazılır. Ona mən heç bir şey deyəmirəm. Ərəbcə olanda bilirəm ki, nə cür yazılır. Amma, yəni ərəb əlifbasında yazılanda. Amma bu cür latincə yazılanda, çünki latin dilinin ədəbi yazışında, roman olsun, şeir olsun, tarix olsun, fəlsəfə olsun, məntiq olsun, camiə-şünası olsun, bunlarda, yəni ədəb mətni yazılanda tanışlığım yoxdur. Onun üçün orada nəzər verəmirəm. Amma ərəb əlifbasında ki, farsca olsun, ərəbcə olsun, türkcə olsun, bu iş dillərdə şeir oxuduğum üçün, təhsil aldığım üçün, işlədiyim üçün, təcrübəm olduğu üçün, özümdə hərdən bir şeirə bənzəyən bir şeylər, ehsas, mən şeir demirəm onlara, ehsaslarımı yazdığım üçün, ya ədəbi mətni yazdığım üçün, nağıl yazdığım üçün, hikayə yazdığım üçün, roman yazdığım üçün, dini kitab yazdığım üçün, təcrübələrimin əsasında, oxuduqlarımdan öyrəşdiyim əsasında deyə bilirəm ki, nələr düzdür, nələr qələtdir. Amma latin olunca əlim boşalır. Boşa çıxıram. به گزارش آرازنیوز نقطه ویرگول این نشست ویرگول ساعت 14 روز فلان. Görürsünüz, diqqət buyurun, bunun iradı nədir? Əvvəlin 3 dəfə titri-tikrar elədi bir cürruğuna. Ondan sonra getdi zamana. Zaman bizə mühüm deyil ki, bu nə zaman oldu? Konferans mühümdür. Ya bu axir paragraf bu ola bilər, gəlsin ki, der salonu kamusen, bunu da salacaqdı kamusenin şeyin içinə, cümənin içinə. Der salonu kamusen ya kamusen ya kamusen, kamu community'nin Türkçələşmişidir məsələ. Türkçədə deyil əlbəttə. Latincədir. Ankara برگزار خواهد شد. Yəni bu xəbər deyil. Cəhan sevvumda olar ki, inkişaf tapbiblər onlarda çox təmayül var ki, insanların arzularından danışsınlar. Gələcək o çünki. Və bu propagandadır %99. Əlbəttə, seminarların üçün vaxtı müşəxəsdir.
Xəbərin yazmaq olar. Amma bu şəkildə əsla yazılmamalıdır. Yəni xəbərin seminarı ki gələcəkdə, olacaqdı, istiruq vuraq, əslən bu şəkildə yazılmayacaqdı. Əgər bu çox qısa olar əvvələn, himmət falan da olmaz. Çünki hələ qurulmayıb himməti görək ki, axirəcən gedir ya yox. İçindən nə çıxır, nə yox. Nəinki biz istiruq deyək ki, bu mərkəzi Təbriz, mütəlaati Təbriz zəif bir yerdir. Əsla bu iddianı eləmirəm. İttifaqa mənim nəzərimə Azərbaycan, Güney Azərbaycan təhqiqatı mərkəzlərindən təhqiq yer ki, gözəlləşdirir, mərkəzi mütəlaati Təbrizdir. Bu mənim inancım. Siyasi də deyir, bir jurnalist kimi baxıram, bir təhqiqatçı kimi bir adam baxıram ki, mən özüm təhqiqat oxuduğum üçün, təhqiqat işlədiyim üçün, yəni mən onun əsasında deyə bilirəm. Oxuduğum üçün, bunlar yazdıqlarımı mən oxuram. Onun üçün deyirəm ki, çox böyük bir mərkəz, çox zəhmət çəkən bir mərkəz, xəbərləri də gərək yazılsın. Biz də gərək Günas TV-də ya hər yerdə ki, yazırıq, bunu yazaq. Dərin nişəst ki, hələ gəlməyibdir, baxın görürsünüz, elə bir şey olubdur. Adı gərək yazaydı. Eluca Atalı cümlənin arasına qoymayıbdır. Ondan sonra nöqtə virgül nevisəndə və mühəqqiqə əhl-i Azərbaycan-ı Şimali, əhli istəməz Azərbaycan-ı Şimali ilə həman mənadadır, əhl-i izafədir. Virgül با موضوع سرزمین‌های از دست رفته‌مان و آذربایجان جنوبی به سخنرانی خواهد پرداخت. سخنرانی خواهد کرد ola bilər. Əvvələn Eluca əgər iştiba eləmişəm xanımdır. Xanım olan kimi gərək yazaq. Çünki mən fərz eləyin ki, mən bir farsam, bir ərəbəm, bir kürdəm, bir bəluçam. Bilmirəm Eluca arvad adıdır, kişi adıdır. Necə ki, indi bilmirəm. Onun üçün biz ağa ya xanımı niyə yazırıq? Təkid edirik ki, bu adamdır ya, bu adam xanımdır ya ağadır. Bunun üçün həmişə biz bu adamların qabağında, Əhmədinəcadın, Xameneinin qabağında yazmağa ehtiyac yoxdur. Çünki bunlar çox tanınırlar. Amma o adamlar ki, tanınmırlar və ehtimalə, məsələn deyirəm, Indira Gandhi'nin qabağında yazması da hamı bilir ki, Indira Gandhi bir xanımdır. Amma məsələn, Əkrəm, məsələn deyək ki, Musəvi, Əkrəm bir yerdə ki, çox yerdə, ərəblər içində, sünnilər içində, Fars və Azərbaycanı çıxın ki, bunların da içində mən Əkrəm adını görmüşəm, həm xanım adıdır, həm kişi adıdır. Yəni bir iddə adlar var ki, müştərəkdirlər. Həm kişiyə, həm arvada işlənir. Fərhəngədən fərhəngə değişilir. Yəni bir türklərin bir iddəsində Əkrəm məsələn Türkiyədə kişi adıdır. Güney Azərbaycanda arvad adıdır. Şimali Azərbaycanda mümkündür kişi adı ola, mümkündür arvad adı ola. Onun üçün həttəmən bu xanım ağa sözünü gətirməliyik. Dərin nişəst xanım Eluca Atalı cümləni bağladıq. Nöqtə virgül nevisəndə və mühəqqiq Azərbaycan Şimali ba mövzuu gözəl. Burada görürsünüz üstə iştibah vurmuşdu cümləni. Burada düz vurubdu. Baxın bir mətndə iki cür ədəbi söz işlətməyin də. Baxın üstə cümləni burada düz vurubsan, üstə qələt vurmusan titridə. Tamam, bunu düzəlt. Bir mətndə iki cürə qələti, bir qələti iki, yəni bir düzü həm qələt həm düz yazma. İkisini də düz yaz. Bir formada yaz. Qələt də yazsan formatını düzəlt, elə bir cür yaz. Çünki standartdan biri olsun. Heç olmasa qələt də yazsan, Tehranı dəstəli T ilə yazsan, hər yerdə dəstəli T ilə yaz. Bir mətndə. Yəni bu xəbərdəcə Tehran yazılır. به سخنرانی خواهد پرداخت. سخنرانی خواهد کرد. یا موضوع الیه bilərdik ki, موضوع سخنرانی الوزا خانم فلان 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 است یا خواهد بود. دیگر مهمان این مراسم نیز روزنامه‌نگار و محقق مستقل آذربایجان جنوبی آقای بابک آزاد.
Ağay Babək Azad روزنامه‌نگارdır. O Babək Azad. Okey. Mən onu bir ləhzə görürsünüz, zehnim getdi o tərəfə. آقای داخل جمعه بابک آزاد خواهد بود، میباشد yok میباشد یعنی الان var yok خواهد بود که با موضوع قتل عام خجالی و درس‌هایی که باید در آذربایجان رو فرا گرفت به سخنرانی خواهد پرداخت. biraz ایراد var. شرکت در این کنفرانس برای عموم آزاد است. İndi mən olsaydım şirket در این konferansdan sonra o به مناسبت 26مین سالگرد این کنفرانس به مناسبت 26مین سالگرد قتل عام خجالی نشستی در saat 14 روز falan ki insanlar gəlsinlər bu seminara. Bunun iradını sizə titrdə indi deyim. اگر bu vuraydı ki konferansı با این عنوان برگزار خواهد شد insanlar bu konferansa gedərdilər. Vəli tün o cür vurulmayıbdı titri. Elə vurulub ki, elə ki qutarılıbdı. Mən oxumazdım, deyərdim olub ki edibdi da. Vəli kaş mən də gedəydim bura. Biz bəzən mətuf به آینده یا معطوف به هدف titr vurarıq. Hədəfimizi gözdə tutaraq istirik konferansa çox adam getsin, titri elə vurarıq ki, insanlar o titrə getsinlər. Konferans olacaq. İnsanlarda bunu yaddaş konferansın hələ vaxtına qalır. Ha vaxtı, neçə gün qalır? 26 ayın 14-ündə olacaq. Amma hangi ayın 14-ündə? Onu mən bilmirəm hangi ayın 14-ü. Diqqət buyurursunuz. İsfəndin 14-ü. Martın 3-ü. Martın da bu günləri neçəsi hələ Martda da qalır. Martsa yeni qalır. Yəni bir həftə bu günləri biridir. Bəli. Bu gün ayın 1-i 3 gün qalır hələ. Bu xəbər 2 gündür də yazılsa 5 gün qalırdı. Onun üçün istəyək bunu diqqət edin. Əgər çox bir konferansa, bir bərnaməyə, bir dənə elə yazaq ki, gəlsin orada müştərik ediləsən, onu titrincə gərək nəzərdə alaq, titrin burax keçsin. Aşağıda da adres veribdir. Çox gözəl təşəkkür edirəm bu dostumuzdan ki, bu xəbəri yazıbdır. Nə qədər vaxtımız var? 31 dəqiqədə əgər icazə buyursanız bir dənə də xəbər Cunas TV-dən o ki mən türkcəsini istirdim. Rəna xanım yazır, onun farsçası yazılıbdır. Görüm kim yazıbdı, bilmirəm kim yazıbdı, amma hər şey yazıbdı. Baxdım adına, amma bilmədim kim yazıbdı. Hər halda Ş-A yazıbdı. Sağ olsun, bilmirəm kimdir, amma hər halda bu xəbəri yazıbdı. Bunun titri mən qoyum, siz lütfən bunu götürün. Mən danışıram onun halında. O halda ki, umarım ki, bunu yazan xəbər dostumuz burada olsun, nəqdimizə diqqət eləsin. Cunas TV-dən bu xəbəri götürmüşük Farsi bölümdən. Umarım ki, dostların, bu 3 dostumuz ki, heç olmasa Cunas TV daimən gəlirlər bura. Cunas TV-də ərəb əlifbasında türkcə xəbər yazılsın gündə 3 dana heç olmasa. Bunu umarım. تداوم خودکشی ها در آذربایجان جنوبی. خودکشی دختر نوجوان از پل دادگستری تبریز. یا نه خودکشی دختر نوجوان از پل دادگستری تبریز. یا نه cümlə çox qələtdir. Türkçədə də belə bir cümlə yoxdur. Dadgusteri köprüsündən, Zəncan Dadgusterisinin köprüsündən bir nocavan kız özünü öldürür. Köprüsündən özünü öldürür. Olmaz. Az nəndi da? اصل تیتر بوده. Üst titrici vardı. Dostlar diqqət buyurun. Tədavüm xudkuşiya در Azərbaycan Cənubi üst titr. Əgər üst titr vururuq, gərək fontu tıqqılı ola. Yəni ondan aşağıki font 1-dir. Heç vaxt belə olmayacaqdır. Yəni bu işə heç vaxt görməyək. 2 sətrli titr vurursunuz. Hətmən fontu üstdəki tıqqılı olacaqdır, aşağıdakı böyük olacaqdır. Ya da ki, əsli titriz hangisidir? O böyük olacaq, yoğun olacaq. Üstdə ya altdakı titriz
ikinci titris hesab olur, o cıqqılı olacaq. Çünki oxucunun zehnini istəyirsiniz aparasız hangisine? Üstdəkinə, yatdakına. İndi tədavam xodkoşiha در Azərbaycan Cənubi. Niye tədavüm yazılır? Bunun yerine ayrı kəlmə yazan var. Məsələn, silsilə xodkoşiha. دوام سلسله خودکشی ها در آذربایجان یا مثلا yazarıq, məsələn deyirəm ha, fikirləşirdim görmürəm. Məsələn yazarıq ki, در یک هفته، در 7 روز گذشته، در 4 روز گذشته، در 3 روز گذشته bir belə adam özünü öldürüb. Yəni o titr daha gözəldir. Silsilə xodkoşi ha در Azərbaycan Cənubi ha da istəməz silsilə xodkoşi gətirsəz, cəm göstərir özü در Azərbaycan Cənubi. Əsli titr bu olar. Məsələn 7 خودکشی در 3 روز. پنج خودکشی در 2 روز. Məncə biraz bu titridə dostumuz diqqət eləsə bəllidir ki, ya dərsə gəlmirik, ya da ki örgəşdiyinə əməl eləmir. Güney TV, Günaz TV, məzrət istəyirəm. Yenə də bayaq dediyim irad vardı, kaş eləyə bilək ki, bu örgəşək. Mən yenə də şeydən xahiş eləyəcəyəm. Elçindən. Elçin, bəlkə xahiş eləyəm sən əgər burada varsan, bu üçün nə cür yazılır, onu yazasan bir ha bu Facebookda belə yazırsan ki, böyük görünür. Yəni əks rəngi olur filan. O şəkildə bir balaca mətndə yazasan, hamıya bunu əks şəklində göndərmək olar. Yəni bir dənə də əks salıb onu göndərmək olar. Ya hətta şey eləyəsən, Günaz TV-nin ya o dostlar ki, tanırsınız, yazılaşırlar, onlara göndərin ki, məsələn, nə cür eləyəndə, hangi düyməni tutub, hangisində bu TV bir-birinə yaxınlaşır, amma yapışmır. در حالی که در آذربایجان عصر دیروز در شوک خودکشی تلخ 2 دختر نوجوان در تبریز فرو رفت، شب گذشته نیز دختر نوجوان دیگری در زندان دست به خودکشی زد. حالی که yapışdırmayaq bir-birinə, bu bir şey lütfən, در حالی ki gəldiyi üçün cümlə uzanacaq. Bu yadımızda saxlayaq. Ki hər yerdə gəlsə cümlə uzanacaq. Onun üçün diqqət buzaq, cümlə çox uzundur. در حالی که آذربایجان عصر دیروز در شوک خودکشی، در حالی که آذربایجان ویرژول عصر دیروز در شوک خودکشی تلخ 2 دختر نوجوان در تبریز فرو رفته بود، شب گذشته نیز دختر نوجوان دیگری در زندان دست به خودکشی زد. Bu cümləni beləsi islah eləsək daha rahat olar. Amma bundan 2 cümlə eləmək olar. Məsələn, deyə bilirik ki, asr diruz دختر نوجوانın yerinə sinnin qoyaq. Bunu yadınızda qalsın. Nocavan məsələn 12 yaşdan ya 13 yaşdan 18 yaşa candı ya 19 yaşa candı. Renci bilmirik. Renci bilirik yəni hardan. Amma sinni dəqiq. Eləyə bilirik sinni yazaq ya da elə nocavan mənasını verir, amma daha dəqiq yaza bilirik. Yəni istəyirəm beləsi deyəm. این حادثه تلخ هانچه تبریزدکی یا زنجاندکی این حادثه تلخ حوالی ساعته حوالی یا نمیره حوالی şeyde olar məhəllədə olar yerdə məkanda olar zamanda havali demərik. این حادثه تلخ indi Təlx görürsünüz, üstə də gəlibdi, aşağıda da gəlibdi. Bu təlxi yazmasaq, yəni insanlar deyəcəklər ki, özünü öldürmək şirindir, ya o hadisə şirindir. Amma qəzavət edirik. Təlxilığın. Onun yerinə ayrı bir şeylər qoya bilirik.
ayrı bir kəlmə qoya bilir ki, daxı ölçülü demişəm də sifət gərək ölçülü olur. Əgər sifət ölçülü deyə işlətməyək xəbərdə. Xəbərdə, şeirdə işlədək, nəsrdə işlədək. Amma xəbərdə işlətməyək. این حادثه تلخ ویرجول حوالی ساعت 21 شب گذشته رخ داد. هانچه گذشته mən bugün görürəm xəbəri tarixi yazacaqsan orada. Dostumuz bu tarixi burada yazsa şəb گذشته şəb مثلا دوشنبه şəb ya hər nə mənə ya da tarixini yazacaqsan hilalın içində. Dad. Və qoymasaq cümlə bir olar. Qutarar. Cümlə qısa olar. Uzun cümlə olmaz. Koymak da olar. Bakın bir این حادثه تلخ نقطه یا ویرجول معذرت etsem حوالی ساعت در ساعت niye حوالی diyor? Hudud getirir. در حدود ساعت 21 شب گذشته رخ داد نقطه. طی این حادثه یک دختر. Elə دختر نوجوان deyəndə olur یک. یک gələndə təkid olur amma yəni inqar ki struktur 2 nəfər deyil ha. Yəni güya ki Azərbaycanda hər şey sözünü öldürəndə 2 nəfərlik öldürülmüşlər. Yek gətirəndə təkid edilir ki 2 nəfər bu səfər deyilmiş. یک دختر نوجوان زنجانی خود را از روی پل روبروی دادگستری زنجان به پایین پرتاب کرد و به شدت زخمی شد. پس خودکشی دایم olmayıbdı. Təşəbbüs به خودکشی olub. Xodkuşini o zaman işlədəcək ki ölüb gedibdi. İqdam به خودکشی یا تشبث به خودکشی doğru kəlməsidir. Amma ölməyibdi. Xodkuşi o zaman gəlir ki, yəni ölüb gedibdi. Biz Məlkə deyirəm. Bu əksin sahabının dədəsi baxar, görər ki, qızı burada ölübdü. Səhvdilər ölər. Amma biz desək ki, ölməyibdi. İqdam eləyib amma ölməyibdi. O qızın dədəsindən səhv eləməz. Deyərlər ki, balamız diridir. Xəbərimizdə nəticəyə diqqət eləyək ha. Biz nəticə yaradırıq. Hətta familləri, qızın aşıqı, məşuqəsi filan və. Biz onları nəzərdə alıb xəbərimizin diqqətindən tənzim eləməliyik. پس طی این حادثه دختر زنجانی من orada یک دختر نوجوان زنجانی yazmıram. دختر زنجانی çünkü üstte bir dəfə demiş orada nəyə fikir edirik. خود را از روی پل adı olsa adını yazarıq, adı olmasa gözəli yazıbdır. روبروی دادگستری زنجان به پایین پرتاب کرد. به پایین پرتاب کردی یعنی چی؟ göyə atmadı özünü, yer atdı. خودش رو پرتاب کرد. پرتاب eləyəndə cazibənin işi budur da, adamları vuracaq yerə cıra. Və به şiddət zəxmi şud. Bunu ayrı cür yazarıq. Məsələn, از پل پرید ولی حتی burada sevincimizi yazarıq. Təlxin yerinə burada yazarıq. Xoşbəxtanə زنده ماند. زخمی شد و زنده ماند. Bu sevincimizi yazarıq. Bunu eləyə bilirik. Xəbərnigar sevincin, kədərin göstərə bilər təbii ki. Xəbərnigar adamdır və istəyir ki, xanəndə görsün mən nə hiss edirəm. Bu hissi göstərə bilirik. Təbii ki, göstərə bilirik. خبرگزاری فارس اعلام کرد 2 نقطه qoyulmayıbdı. این خودکشی ناموفق این خودکشی ویرجول چون فعل gəlib orada ha. Fe'l gəlməsəydi mən bunu ayrı cürlərdim. این خودکشی ناموفق بوده است نقطه ویرجول qoymarıq cümləni başlarıq. Amma dostumuz yazdığı üçün oxudaq. Yəni cümləni istəyirəm kiçik yazmaq imkanı var. Və qoymayaq, ki qoymayaq, falan qoymasaq, əgər, lakin, mən özüm lakin, amma falandan çox istifadə edirəm, cümləmin uzun olar. Bu mənim iradımdır. Cümlənin formatini dəyişsək formatin. Amma və, lakin o, əlbəttə və, məşrut o, falan işlənməz. Və, ki, der, bunlar işlənməz. خبرگزاری فارس اعلام کرد 2 نقطه این خودکشی ویرجول ناموفق بود و بلافاصله نیروهای اورژانس در محل حاضر شدند. یعنی bu qız düşən kimi اورژانس نیروları oraya yetişiblər. Yəni fəqət bu tarix bəşərdə bir dənə nümunəsi var. O da oradadır ki, Quranda deyir ki,
Süleyman Peyğəmbər istir Bilqeyisi gətirə, deyir ki, cinləri çağırır, deyir ki, mən Bilqeyisin təxtini istəyirəm. Hərəsi biri deyir, bir həftəyə, biri deyir 3 günə, biri deyir 1 günə, biri deyir ki, mən türfəti eynin, gözü açıb yumuncan gətirirəm təxti. Və gözü açıb yumunca qırpınca, gözü qırpınca təxti gətirir. Xəbərimiz belə göstərir ki, mən bu xəbər əlbəttə ayrı yerdə də belə görmüşəm. Bəlkə dostumuz oradan götürübdü. Ona görə bu iradlar vardı. Çünki bu dostumuz mən bilirəm ki, çox güclü, savadlı və yaxşı ədəbi bir adamdır. İnanmıram belə yaza. Qətən copy-paste mərhələsindədir bu xəbər. Bilafasilə Niruhay, özdə Orjansın iradı həttəmən yoxdur. İranda çox diqqət, səri sürətlə adam göydə gələ-gələ onlar da hərəkət edirlər. Bu yerə düşəndə. O da oradadır, götürür, aparır. Yox, belə deyil. Və دختر 15 ساله را به بیمارستان موسوی زنجان منتقل کردند. پس bu qızın 15 yaşı var. Niyə növcavan işlədir? Əvəz ki, sifət işlədək növcavan 15 salə yazaq. Çünki insanların bıçaq kimi taxılar. Növcavan renci çox olduğu üçün yaratmaz, insanın qəlbinə girməz. Amma 15 yaşında bunun sinninin azlığın və özünü öldürməyə, bu sində gitməyin bıçaq kimi qəlblərə soxar. Onun üçün bəs titridə də hətta bunu gətirə bilirik. دختر 15 ساله زنجانی از پل پرید. Xodkoşunu da deməsək cavab verər. Və insanlar deyirlər, hangi körpüdən, vərziş üçün bulubdu özün. Baxın, bir dünya cavab veririk Liddə. Liddə buna cavab verir. Museviye Zəncan Ciyumarasına gedəcək, çünki bimaristan adıdır və biz bilmirik nədir. Bunu qoyacaq bir ciyumənin arasına, dırnaq arasına qoyacaq ki, bəlli olsun bura bimaristan. Tepki in guzariş, yəni Fars. Tepki in guzariş nöqtə virgül gələr. Vəziyyət دختر نوجوان خودکشی کرده, ölməyib ki. Görürsünüz, diqqət buyurun, məfahimlər çox çal məfahimdir. Nares farsça, çal məfahimdir. وضعیت دختر نوجوان خودکشی کرده ویرگول رضایت بخش بوده و در حال طی مراحل درمانی است. Cümlə çox uzunladır və çox şey düzəlir. Elə bu cümləni çox kiçik yazarıq ki, vəziyyəti این دختر Türk, hətta istəsək bunu yazaq. Bilmirik türkçəyə yox, amma Zəncan olduğu üçün ehtimal edirik türkçə. Rəzayət bəxş budur. Ya beləsi də yaza bilirik. Bu cümləni çox kiçik yazsaq istəyək deyək ki, این دختر یا تداوی یا در معالجه این دختر رضایت بخش است و ادامه دارد. عصر دیروز نیز خبر getdi tarixə. Gözəl. Burası çox gözəl başlayır. Yəni siz desin ki, oldu. عصر دیروز نیز در تبریز دو دختر نوجوان 17 ساله خود را از روی پل bunu gərək qoyasız bırak پل کابلی تبریزdə addır. پل کابلی به پایین پرتاب کردند و دچار شکستگی در ناحیه دست و پا و اندامهای دیگر شدند. عصر دیروز نیز yəni şu xəbərin tarixi yazıldı. Mən bilmirəm, bunlar qatdım bir-birinə hansı ki. Əlbəttə elə həman ki günüymüş də, hə? Görürsüz, o şey olur. دو دختر نوجوان 17 ساله تبریزی نوجوانlığın istəməz, elə yazarıq دو دختر 17 ساله 17 ساله خود را از روی پل کابلی به پایین پرتاب کردند، پریدند. نقطه در پی این حادثه دست، پا و اندامهای دیگر آنان شکسته شد. نقطه
هر دو در بیمارستان بستری هستند. خبرین دامسته بارمش من دیدم گفتاربده در حالی که این خودکشی های سوال برانگیز مایه بهت و نگرانی آذربایجان جنوبی شده است، مسئولان حکومت ایران از ذکر دلیل اصلی زمین ساز این حوادث تفریح می‌روند. Yine Çeyceldiği در حالی که cümle uzunlaşıbdır. در حالی که olmasaydı این خودکشی ها، این سلسله خودکشی ها یا علل این سلسله خودکشی ها سوال برانگیز است و مردم آذربایجان در بهت و نگرانی از گسترش ندن نگراندılar از گسترش اقدام به خودکشی هستند. مسئولان ایرانی به دلایل زمین سازی روانی اجتماعی سیاسی اقتصادی هر ne bana burada yazabilirsiniz hadise پاسخ نمیدهند یا نمیپردازند. تفریح میروند de düzdür. Yani orada fiilinde sözüm yoktu. Şimdi muavin ictimai fermandarı bunu kırmızı bunu çok bold yazıbdı, gərək yazıbdı, ayırıbdı onu. Yəni bu çox mühümdür. Təbii ki mühümdür, gözəldir. Onu daha da gözəl yaza bilərdi. Ama gözəldir. معاون اجتماعی فرماندهی انتظامی آذربایجان شرقی در مصاحبه با خبرنگاران دخیل بودن مشکلات مالی در خودکشی این دو دختر 17 ساله آذربایجان را رد کرد و گفت آنها از خانواده ثروتمند تبریز هستند. Bu sual hardan gəlib ki, fəqir bunları oradan atıbdı? Zalibdir. O xəbərnigar ki, bu sualı yazıbdı, bizim dostumuz da bunu copy paste eləyibdi. Hardan bunun zehninə gəlib ki, fəqirlər özlərini öldürərlər? Bu elə yazıbdı ki, güya ki, fəqir olan insanlar özlərini öldürürlər. Mən demirəm öldürmürlər. Bəlkə əksəriyyəti onları ki, özlərini öldürürlər, fəqirdirlər. Bəlkə. Amar yoxdur. Gərək bir 20 ilin, 50 ilin amarını yığasa, deyəsən ki, bu 50 ildə, ya 10 ildə, ya 20 ildə amarın içində belə çıxdı ki, bunlar fəqirdirlər. Ya yüzdə neçəsi fəqirdir. Çünki əslən mütləq demək olmaz. Muavinə ictimai fərmandayı, bunu demişik. Bu adamı reklam edirik biz. Hətta Günaz TV'nin web saytında reklam edirik bu adamı. معاون اجتماعی فرماندهی انتظامی آذربایجان شرقی آدم یکل. یکی از مسئولان پلیس تبریز گفت مشکلات مالی در خودکشی این دختر 17 ساله تبریزی دخیل نیست. Cuma arasında anan yox. Hər ikisi dərəcə dövlətli olsa, bunlar yəni bacıymışlar. Anan از خانواده های ثروتمند تبریز هستند. تارد. سرهنگ علی اسماعیل پور اوکی bu güzel. عدم نظارت والدین بر فرزندان را دلیل چنین حوادثی دانست. Güya ki dədənənə gərək 24 saat uşağından gedələr. Klopoştu deyil ki uşaq ata belini apara. Adama gerek sualı elə soruşur, o xəbərnigar ki Təbrizdə bunu soruşur. Elə soruşur ki bu Sərhəng İsmaili bir belə təbliğ eləmir, çünki görürük ki əhməqanə danışır. عدم نظارت والدین بر فرزندان دلیل چنین حوادثی دانست. و با سوء استفاده از این حادثه سعی کرد اسماعیل سعی elədi که فضای مجازی را عامل اصلی وقوع این حوادث معرفی کند. Xəbər belə yazılacaqmış. Gözəl. Gözəl. Mən axırı oxumadığım üçün iştibah etmişdim. Dostumuz gözəl yazıb burasını sonda. Çünki onu müqəddəmə qoyub nəticə alıbdı. Bu adamın sözün. Sərhəng Əliyə İsmail Pur عدم نظارت والدین بر فرزندان جمعن arasında doğrudur. دلیل وقوع چنین حوادثی دانست. وی نقطه وی با سوء استفاده از این حادثه ویرگول سعی کرد
فضای مجازی را عامل اصلی وقوع این حوادث معرفی کند. این فضای مجازی بی دفعه demişəm da bunu yeni internet koyun. فضای مجازی yeni internet koyun. او افزود همان سرهنگ. İki nöqtə cümə yapışı bura. Fikirəm ki iştibah olubdu bu. Cümə açıq. در حال حاضر ارتباط پسران و دختران در فضای مجازی و در اختیار قرار دادن عکس‌ها و تبادل اسرار طرفین در بسیاری از مواقع موجبات سوء استفاده یکی از طرفین شده و در زمان خاص عامل اصلی تهدید به حق آبرو و موارد مشابه می شود که معمولا موارد به نتایج مشابه می انجامد. Adam çerti pert deyibdi. Birazı düzdür, birazı çerti pertdir. Cümlələri düz deyil yəni. Beləsi deyim, bu cəhətdən çerti pertdir. Bəlkə sözləri düzdür var. Adam bu adamın sözünü gətirib də uzun cümlədədir. Bunu təqdir eləyə bilər, yəni tıqqılı-tıqqılı cümlələr çevirə bilər, cümləsini də bağlayanda düz bağlar. Adamın da sözlərin islah eləməli yox. Xəbərnigarın bir vəzifəsi budur ki, adamın sözlərin elə deyək ki, qabiliyyət fəhm ola. Çünki o adam bilirik polislərin əksəri besavaddılar. Danışamırlar. Hətta savadları da olsa ehtimalən iş yerində işləyibdir. Allah kim idi? Sevim Rahnumayisi var idi Təbrizdə. Sevim Rahnumayı hocan oxumuşdu, yəni 9-ca. Bu sonra bir yerin məsul idi. Mən yadıma gələn inqilabdan o məsuldur. Hala da məsuldur. Mən ki sizinlə danışıram, onun adına xəbər gələr. Bu adam iş yerində oturubdur, danışqa azaddan fوق lisans alıbdır. Və bir cümlə başarmaz yazar. با وجود این اظهار نظرهای کلی و مبهم شهروندان آذربایجانی منتظر اطلاع رسانی درست در این باره هستند. Gözəl. Ayrı bir şey yazmaq olardı. Burada روزنامه‌نگار توسعه‌nin işi burada başlar. İndi gəlirəm روزنامه‌نگاری توسعəyə. روزنامه‌نگاری توسعəgələr həm polisin sözünü nəqd edər, həm o qızların ölüm səbəblərini nəqd edər, həm də ailədən bir sözlər alar, onu çevirər xəbərə. تأثیر کویار فرایند خبرده. به گفته کارشناسان من bunu harac ettim, ben bunu itirdim. Ben نتر oldu harac ettim. اوکی. به گفته کارشناسان نقطه ویرگول ناامیدی در جامعه، مشکلات خانوادگی، اعتیاد، بیکاری، فقر و مشکلات اقتصادی از مهمترین دلایل خودکشی در کشور ایران محسوب می شود. جزء بدون نهایتی دارن تحلیل verdi. Mən nəzərimə həmişə havadisi ki belədir, onlarda təhlilə gedir. Yəni çox qıssa deyin ki, bir dənə qızı özünü atdı, öldü. Polis belə dedi, onu nəqd eləyin, dədənənəsi belə dedi, nəqd eləyin, camiədə bu işlər var, nəqd eləyin. Adam deyir fəzai məcazini oturun nəqd eləyin. Fəzai məcazidə İranda məsələn deyirlər 30 milyon adam var. Deyirlər 30 milyon adam şeydən istifadə edir, Telegramdan. 30 milyon o özünü öldürmür. Yəni fəzai məcazi əgər qərar olsa, səbəb ola, amili xodkoşi ola, yəni bunlar yəni nəqd eləyək. Bilirsiniz, adama deyək ki, düşünmürsən. Cənab-ı Sərhəng İsmailpur, düşünmürsən. Get biraz mütaliə ilə, biraz mühəkkiklərə pul ver, qoyucunan işləsinlər, sənə xəbər versinlər, sən danış. Əziz dostlar, çox sağ olun, təşəkkür edirəm. Gözəl xəbər idi hər üçü. Bir saata yaxın, bir saat 19 dəqiqədir. Bir saat 19 dəqiqədir davam veririk. Çox sağ olun, hər halda bir saat 20 dəqiqəsi altında. Sağ olun, görüşmək ümidi ilə.